Herkese selam. Bugün sizlerle birlikte kimya iş dəftəri 2-ci hissə 7-ci sinifdən əsaslar və əsasi mühiti işləyəcəyik. Deməli, tapşırıq birdən başlayaq. Tapşırıq birdə deyir ki, verilən maddələrin formulunu müəyyən et. Birdə deyir ki, lityum hidroksid, natrium hidroksid, magnezium hidroksid və ammonium hidroksid. Yəni bunları sadəcə əzbərləməlisiniz, kitabda da verib onsuz. Sadəcə əzbərləyib beləcə yazacaqsınız. Ona görə başa salmaq ehtiyac yoxdur. İkinci tapşırıqda deyir ki, boşluqlara müvafiq ifadələr yaz. Burada bizə sözlər verib, sonra gəlin bunu oxuyaq. Deyir ki, qabıyan şampunun, sabunun, naşatır spirtinin suda həll olması əsasi mühit əmələ gətirir. Buna səbəb həmin maddələrin tərkibindəki əsasi xassəli maddələrdir. Ammoniakın suda məhlulunda ammoniak hidroksid əmələ gəlir və naşatır spirtinin tərkibi bu kimyəvi maddədən ibarətdir. Sabunun əmələ gəlməsi üçün kalium hidroksid və natrium hidroksid istifadə olunur. Suda yaxşı həll olduqları üçün bu kimyəvi maddələr qələvi adlanır və onlar kimyəvi cəhətdən daha güclü reaksiya qabiliyyətinə malikdir. Deməli biz burada kitabda vermişdi onsuz. Məsələn, ammoniakın suda məhlulunda nə əmələ gəlir, sonra sabunun əmələ gəlməsi üçün hansı maddələrdən istifadə olunur falan. Bunlar demişdilər. Tapşırıq 3-ə gələk. Tapşırıq 3-də deyir ki, ifadələri elə Venn diaqramı üzrə ayır. Burada dəqiqə netləsin. Burada deyir ki, potaş, kalium hidroksid və bundan oxşar cəhətləri. Yəni mən burada sadəcə potaşı yazmışam ki, zəif əsasi mühitdir. A-da yazmışam ki, qələvi kalium hidroksidə aiddir. Burada B variantında K var, C var, H var. Ona görə bunları anlamamışam. Yəni müəllimimdən izahını soruşub yorumlara yazaram. Siz də oradan yazarsınız. Tapşırıq 4-də deyir ki, laboratoriyada şagirdlər sınaq şüşəsinə 2 toz əlavə etdilər. Bu tozlardan biri alüminium hidroksid, digəri isə lityum hidroksid idi. Sınaq şüşələrinə su əlavə edildikdə 2 fərqli görünüş ortaya çıxdı. Deməli, burada biz bilirik ki, zəif əsaslarda nə olur? Suda pis həll olur. Qüvvətli əsaslarda nə olur? Zəif həll olur. Yəni adından görsəndiyi kimi qüvvətli həll olunur. Həm də ki, bilirik ki, alüminium hidroksid nəyə aiddir? Zəif əsasa, lityum hidroksid isə qüvvətli əsaslara. Şəkildə göründüyü kimi bu qüvvətlidir, bu isə zəifdir. Sonra dedim ki, alüminium hidroksid zəifə aid oldu. Lityum hidroksid isə qüvvətli aid oldu. Ona görə bunları yazdıq bələnsi. B variantında bələnsi izah eləmiş oldum. Dedik ki, A variantında maddə görünüşü suda yaxşı həll olmayıb. İkincidə də ki, maddə suda yaxşı həll olub. C variantında birinci qaba əlavə edilən maddənin formulunu soruşur. Bunu da kitabda yazmışdı. Ona görə yəni bələnsi. 5-də deyir ki, natrium hidroksid tozu üstəgəlsin su natrium hidroksid məhlulunu əmələ gətirir. Sonra ikisi qoyuruq bura. Natrium hidroksid məhlulu karbon qazı, üstəgəlsin karbon qazı, natrium karbonat üstəgəlsin suyu əmələ gətirir. Bugünkü dərsimiz bu qədər idi. Sağ olun, gələn dərslərdə görüşərik.